Salam dostlar, hər vaxtınız xeyir, gününüz xoş olsun. Mən Əliyev Rəşad Saraçlı. Bu günləri avqust ayının 14-ü 2025-ci il. Mən gəlmişəm Aşıq Hüseyin Saraçlının şairdi olmuş Aşıq Sabir Saraçlının evinə. Və istəyirəm ki, Sabir əmidən, ustaddan bir neçə məlumat toplayam. Necə oldu Hüseyin Saraçlının yanına şəhid getdi, Hüseyin Saraçlıya neçə il qulluq eləyib və onunla bağlı bir neçə xatirələrini lentə alam. İndi inşallah görək Sabir əmi bunları bizə nəql eləsin, biz də məlumatlanaq. Salam Sabir əmi, xoş gördük sizi. Hoş gəlirsiniz. Sabir əmi, istəyərdim özünüz haqqında bir məlumat verəsiniz. Neçənci ildə anadan olmuşsunuz, neçənci ildə Hüseyin Saraçlının yanına şəhid gəldiniz və necə oldu ki, bu aşıqlığa meyil göstərdiniz? Artıq 20 yaşa yaxın olanda siz şəhid gəlmişsiniz, bildiyim qədər. 20 yaşım tamam idi. Hələ biraz artıq idi, mən söyüşə gəldim. Bəli. Mən 1941-ci ildə anadan olmuşam. Ancaq bizim nəsildə, köşkdə daha doğrusu, nəsilində də var mənim oxuyan. Bəli. Mənim anamın atası yaxşı səsi olub, oxuyan olub. Amma mənim meylim o vaxtı çox aşağı çox meyil olmuşam. Mən bir-iki dala uşaq vaxtı istədim Söyüşün yanına gedəm. Yəni, başaramadım. Çünki vəziyyətimiz belə zahirə görə olduğuna görə gedə bilmədim. Mən Aşıq Söyünün yanına 1966-da ona şagird getmişəm. Amma mənim kökümdə, mənim ulu babam, daha doğrusu, bax, ulu babam Qarani olub. Onun bir həmi Əl Qarani də deyirlər, ona Aşıq Şair Qarani də deyirlər. Şair Aşıq Qarani. O, oradan gəlib Hallabara, Hallabadan gəlib Saraçlıya. Bəli. Saraçlıda da onun üç oğlu olub. Deyeyim oğlanlarının adını. Bəli, Emindir, mən bildim. Emindir, Vəlidir, bir də Habildir. Üç oğlu Şair Aşıq Qaraninin. Atası da? Atasının adı da Abdullah. Ay sağ ol, atasının adı Abdullah'dır. Emin'di, o Emin'di oğlunun biri. Biri Şərif də olub ola ki, bunun oğlu. Yox, onlar nəvəsidir. Yəni bu Şair Aşıq Qaraninin mən bildiyimə ötücəsisiniz. Bəli, ötücəsiyəm. Qaranidir, Qaraninin oğlu Emindir, Eminin oğlu Abdullahdır, Abdullahın oğlu yenə Emindir, Eminin oğlu Paşadır, Paşanın oğlu da sizsiniz. Sabir. Aysa o. Deməli, Şair Aşıq Qaraninin atası Abdullahın iticəsisiz, Şair Aşıq Qaraninin isə ötücəsiz. Bəli, kökünüz oradan gəlir. Bəli, kökümüz oradan gəlir. Mənim köküm də sənətkar olub, nəsilim də, anam tərəf. Ananız tərəfdən də bildiyim qədər Hacı Əli kişi yaxşı oxuyan olub, elə? Hə, Hacı. Hacı. Bəli, Hacılı olub onun adı. Atasının adı Dəl Hasan deyirlər. Onun atasının, anamın babası Dəl Hasan deyirlər. Çox yiğit, qoçaq bir adam olub. Oğlu yaxşı oxuyan olub, Hacılı onun oğlu olub. Bəli. Və 66-cı ildə gəldiniz, 68-ci ilə kimi Hüseyin Saraçlının yanında şəhid oldunuz. 68-ci ilə kimi yox, çox. Bəli. 70-ci ilin axırına qədər ona şagird eləmişəm. Ondan barabada söyün bu dünyadan kökənə qədər gene ona yanına gelip gəlmişəm. Yəni o mənim həm ustadım olub, həm də mənim anamın, onlar qohumlarıdır, Sürün kişinin. Bəli, bildiyim qədər, yəni məndə olan məlumatda Hüseyin Saraçlının da bir tərəfi Qaranıdır. Hansı ki, Şair Aşıq Qaranının 3 oğlu var, onun oğlunun birinin də törəməsi Hüseyin Saraçlıdır. Belə ki, Qaranının 3 oğlundan Eminin törəməsi sizsiniz. Vəlinin törəməsi isə Hüseyin Saraçlıdır. Hüseyin Saraçlı da Qaranının iticəsidir. Belədir ki, Qaranidir, Vəlidir, Vəlinin oğlu Hacıdır, Hacının qızı Fatmadır, Fatmanın qızı Gülpəridir, Gülpərinin qızı Yetərdir, Yetərin oğlu da Aşıq Hüseyin Saraçlıdır. Süd tərəfdən o da Qaranının törəməsidir. Amma Sürün kişinin
Ama neneleri oradandı. Bəli, bəli. Atası yok. Bəli, bəli. Nələri? Atası tərəfi isə çoxallıdır. Ay sağ ol. Bəli. Onu da bilirəm ki, 4 babası kəndin çoxası olub, çoxa alıdır. Oğlu çoxa qurbandır. Sonra çoxa qurbanında 2 oğlu çoxa Musa, çoxa isə Aşıq Soyunun ana babasıdır. Bunlar da kəndin çoxası olub. Aşıq Soyunun atası da deputat olub. Yəni bu Gürcüstan Demokratik Respublikasının deputatı olub və Saraslı kəndində ilk məktəbi açdıran da həmən Qurban kişi olub. Bəli. Bir də Sabir əmi, məndə olan məlumata görə siz Aşıq Soyun sırası ilə birlikdə Bolniz Kəpənəkçidə Mollayev Bayram müəllimin ailəsində məclis keçirmişsiniz. Mollayev Bayram müəllimin oğlu Hidayət müəllimin kiçik toy məclisini. 68-ci il yanvar ayının 14-də. Özdə orada Zəlimxan Yaqub müxəmməs yazıb. Bu əhvalat necə oldu və bildiyimə görə Hüseyin kişinin ayağının altına xalça səriflər, pilləkənlə qalxanda ayağının altına pul töküblər və bunlar üzük taxılıb barmağına. Bu əhvalatı istəyərdim bizə ətraflı, siz o olmuş hadisənin şahidi olaraq bizə danışırsınız. Bəli. Maşından düşəndə, nərdivanla yuxarı çıxanda bunun ayağının altına pul tökdülər. Tadım pilləkənin başına çatana qədər. Sonra bunu dəvət edəndə çay otağına. Hüseyin ki, çay içdi. Məclisə gələndə ayağının altına böyük xalça saldılar. Gəbə köyünə diqala gələsi. Bayram müəllim anası getdi, onun barmağına bir qızıl üzük taxdı. Bayram müəllim sazı köynəkdən çıxartdı. Bayram müəllim çıxartdı. O gecə məclisi yola saldı. Məclis yaxşı şən yola düşdü. Onun sabah akşamı, sabah gün üstü Zəlimxan Yaqub oraya geldi. Atasıyla beraber. Orada atası bir sual verdi. Aşı söyle ki, Aşığın ustad, bundan gör bir şey, bu bir iki cızmak arası var, gör bundan bir şey çıkar mı? Dedi ayağının yekeline baksan Ələsgərin ayağı da beləcəkdi. Bundan Ələsgər olacaq dedi. Yəni yaxşı şair olacaq. Bu yerdə şair olacaq dedi. Bəli. Bəli, Şirin də o günü söhbət elədik. Akşamı Əhməd gəldi. Əhməd də gəldi. Həmən Əhməd gələn günü Zəlimxan dastanı getdi. O şey zadı toyu Nəzmə çəkmişdi. Polisdə bir toya vardım, adı hər yana saçdı. Səxavətdə ad qazandı, şöhrəti şahına yetişdi. Bu məclisi bax belə yola saldı Aşıq Soyun. Allah ona rəhmət eləsin, sənə can sağ olun. Allah canını sağ eləsin. Bənə təəssüf ki, onu lentə yazdırmıyorsunuz da. Kaş ki, lentə yazdırmış oluyorsunuz. Onu rəhmətli kişi dedi ki, Allah qoysa dedi, bunu bilirsən nətər dedi kişi, kişi dedi, Sabir dedi. Bunu yaxşı əzbərlə dedi. Mən də çalışım dedi, əzbərliyim. Gedək dedi, bunu orada açaq. Kəpənəkçidə. Onların boynuna dedi bir şey qoyaq, bunu açaq. Orada da dedi, bunu da yazarıq, lenti yazarıq. Həm Zəlimxanın özü olar, bizdə yaxşı olar, gedək. Onlar da rəhmətlik qalmadı. İrəvan etdik. İrəvanda kör aşıq olub. Abasadında onun yubileyini keçirdik, oradan geri qayıtdıq. Yaza baxar, kişi tərəf oldu. 1916-da anadan olub, 87-ci ilin aprelin 16-sında rəhmətə gedib, bəli. Bir də Sabir əmi, bir əhvalatını da istəyirəm sizdən. Bu Avdı Qaymaqlının kəndinə toya getmişsiniz Aşıq Söyünlə. Bu əhvalatı istəyərəm, orada Yaman Koroğlu kimi nərə çəkib Hüseyin Savaşlı məclisi aparıb. Bu haqda bizə məlumat verərdiniz. Bir bu əhvalatda söhbət eləyərdiniz. Nətər oldu orada məclisdə, gəldilər burada Aşıq Söyünü apardılar, Avdı Qaymaqlı ola. Avdı zəngi bastılar, baxdım 3 nəfərdir. Söyün də dedi ki, getdilər qapıya, görək gündülər. 3 nəfər gəlmələr. Salamla dökəlikmə salam. Əyləşdilər. Burada evdə. Burada, bəli. Aşağıda otururduq. Söhbət edirdik. Dedi, çay süzdülər, bir iki çəkilən çay içdik. Dedi, haradansınız, soruşuma qayıb olmasın, qonağa demək olmaz. Dəndə dedi ki, Qaymaqlı kəndindən dedi. Böyük məclisimiz var dedi, sizi ona dəvət edirik. Dedi,
Ait köyümü dedim, ben ustadın üstüne gidem. Aşıq abdı orada olurlar. Mənə yaraşar mı mən oraya gedem? Bəli. Gəlirlər, dedilər ki, ant bu, musaq bu, zad yoxdur. Abdı yoxdur. Abdı yoxdur. Ben de dedi hava gələsini, dedi falan günü gəlib aparacaq. Gəldə getdik məclisə. Yok, getmədik. Məclisə getmədik. Dedi ki, sür maşını Abdının qapısına. Abdının qapısına sürdü. Abdının yoldaşı sürün ki, maşından düşəndə bunun qabağı nədir? Xoş gəlirsin. Aşıq Hüseyin Ustad dəyərdə şərəf aldı, deskən çay içdilər. Dedi ki, han aldı. Dedi ki, vallahi dedi, 3 gündür dedi. Zadlar Bakıdadır. Bakıya çağırıblar. Dedi hava gələcək, dedi bəlkə 3-4 gün gəlir sonra hələ. Dedi yaxşı. Onda şuaları dedim, getdik. Getdik yanvarın, bilmirəm valla, üşüdü, dəyidi, amma möhkəm qar da dağ olan yerdədir. Ne olacaq? Hələlik qonaq bizi apardılar, getdik orada çay çörək yedik. O ustadın bir xəssəsi var idi, o məclisdə çörək yemirdi. O dünyada toy tutarardı, ondan sonra apararlar, onu çörək verirler. Bir cavan oğlan yedi, çaylı geldi, stolun başında oturdu. Ama bir çadır kurulup, belki de 25-30 metre uzunluğu var. Keçeden çadır gruplar, 3-4 yerde geçe peşlerdi, zat peşi, kömür peşleriydi. Bu baktım 2 nefer geldi çadırın her tarafında biri durdu. Sürfada tek yarak var. Sürfa bütün kan yaktı. Oraya gelenler, ben çünkü bu toya gelenler 3 nefer olur, 2 nefer olur. Ya bir buğa getirirler, ya bir 15 koyun getirirler. Burada neler olmur. Bəli. Yani şirin. Meclis başlayanda bu dediler tamada ayağa kalktı. Dedi ustad dedi, ben tamadıyam, sizin tamadanız. Ama sana zat pul vermeyeceğiz, yani pul yığan. Bəli. Ama dedi, xahiş edirik, biz dar başında olduğumuza göre bize bir yaxşı söhbət edin. Təndə dedi ki, baş üstə deyil. Təndə dedi ki, bana dedi, keş dedi, stolun ağadan bəri otur, yolun ağada olur. Bəli. Sen okuma, sen okumayasın. Dedim başla. Bu başladı, indi kitapta ayrı cürüydü ama bizde ayrı cüredir. Bizde Telli Hanım'la Demirçoğlu kendinin bile gelmesi bir şeydi. Dastan. Bir dastandı ama o kitapta ayrı ayrıdır. Kişi sohbeti başladı, ne olacak da başladı, ben de gördüm. Bir bodru serlendi. Bodru serlendi, bu bodru serlendiğimi böyle kolundan böyle tuttum. Dedim kardeş bu bodrusu neye her insan? Dedi, bunu çayçıya dedi, çay çünkü çay kaynadır, bu ona çatacak. Evet. Aradan 1 saat geçmişti ama kişi sohbetinde değil. Ben onu arıqdıyam. Yani qar olsun yamarı mənim sənətim yoxdur. Dedim bu nədir? Dedi bu da dedi zakaz vermirlər dedi aşı suyuna. Bəli. Bu söhbət edirdi, söhbətin arası kəsilməyəcək ta adım bu dastanı qutarana qədər. Bunu da bir şey hərləyəcək bu konusu. Ama o ikisi də ki kapının ağzında duranlar. Dedi o da kimin ağzından söz çıktı onu söyledi. Kendisi kolundan tut geçti bu dedi. Ama Toyun qoçularıyıq. bəli. Ama sana diyeyim ki söhbətin arası kəsmir. Tamada bizə dəfə sağlıq qalxandıca sana sağlıq olsun diye kimisi oturur. Da uzunçuluk yoktu. O söhbət eləyə geldi. Dermişoğlu geldi bizi Telli Hanım'a parmağa. Bu atasına adam gönderir ki ne bu her gelen aşığı bu eğilir, her gelen aşığı bu eğilir. Sonradan birinde bir defa da biz olsun. Bunu gelir Telli Hanım'ın yanına, otağına gelir, Karabaşı dedi çağrı gelir. Bunu bakır ki kere kötürdü demiş olur. Ama çok canlara değen olan. Bunu yani oraları ben gitmedim, uzunçuluktu, söhbətti. Yani ne tər olacaq, onu ki bu dastanı gerek öz baştan yesen. Bu söhbət eləyə geldi. Demirçoğlu o vaxtı bu
Kız deyir ki, mən Hanzer götürüb qaçasın. Deyir, hardan götürüm qaçım? Deyir, bir cümə günündən mən hamama edirəm. Hamama gedəndə sən məni oradan qaçıra bilərsən. Deyir, başda. Deyir, amma birdən tez gələrsən. Amma falan vaxtı gələrsən. Dəmirçioğlu damır, amma bu ərəb atı minmişdi. Ərəb at çox hündür atıydı. Elə bir 6 metreye kadar hündüre hoppana verilmiş. Bu bir demesen buna minmek çetin idi. Bu atı minir, gelir hamamsının yanına, hamamsı diyor, har yersen, doğrudan da diyor, siz kanmazsınız. Demden bunu götürür, ilatın kavana tuluyor. Yani o bahçeli gelir ki, yerce paslarını gelir diye de doğrudan da ecemlerde şey yokuymuş. Demde çepel eliyle bunu çarşı orada götürür, atı terkine basır. Başlayır şehri gezmeye. Bu çadır pul sökür ay cemaat. Başlaya diyor ki kızını apardım. Demirçioğlu aparır. Demirçioğlu aparır. Pulu tökür. At herlenir. Ne olacak? Ölmedi. Çasıp ölmüyor. Getirir. Paşaya haber verir. Köye yıkılmasın. Demirçioğlu kız apardı. Ona kimi qala qapıları tutulur. Qala qapıları tutulur. Qala qapıları tutulanda bu at o kadar şey ki bu çok şeyinde işlermiş. Qalıya yaxınlaşır. Qalıya yaxınlaşanda at hoppanmak isterler. Demirçioğlu bir qamçı. Ərrə banasını sattım. Bir yaşlı qamçı çəkir deyir ata. Elə camaat bak belə ayağı üstə qalxdı. Otdu deyirlər aşağı üçün. Vallahi elə dedik. Usta Köroğlu şəhəri geldi. Köroğlu şəhəri. Bak bundan sonra daha gitti sehere kadar nağılı geldi tutardı. Ondan sonra toy bağladık. Aştad, Yani. bir dənə yəni sual verim sizə. Mən bildiyimə görə, yəni yazılardan ki, Süheyl Saraçlı 400 dastan bilirdi. Hele belki de çok. Açık söyleyeyim yani demek olmaz ki ya bu sende var mı? Ya plan okuyor. Eləcə dəbirlər çalışır. Bana ulaşsa plan abi yok. Ya falan söz oku. Yani məndə söz yoktu da. Ama rahmetli Allah rahmet eylesin ona. O Sarvan Bayramı'na gelmişti Fahran. Bəli. O üstad bana deyir ki Sarvan Bayramı'na demek olmurdu ki o sende o söz var mı Aştat? O saat değil kalça çıkardı. Canasını sattığım. Bana denen oku. Ha, demək çox söz. Ama söz şeye yani sende bu söz var mı? Ya o dastan var mı? Elə bir dastan yok ilk o kişide olmasın. Çünki özünün bir dənə danışığı var, deyir ki, mən vaxtı ilə deyir, ustaddan 40-dan çox böyük el dastanları götürdüm. Amma oradan buraya ümumilikdə sinəmdə irili, xırdalı, dastanlı hekayələr rəvayətdir. 400-dən artıq dastan hekayə rəvayət var. Var. Yazın götürün özümlə qara torpağa getməsin. Doğruydu. Ay sağ ol. Doğruydu. Hə. O ustad idi, həqiqi ustad. Doğrudan həqiqi ustad idi. O yani ben bak o mecliste Kerem'i de okuyor. Bak mesela Köroğlu dastanını da okuyor. Başka dastanında Sas Mahir'i okuyor. Hası dastanı başlıyordu, onun formasına gelirdi. O aktörüydü. Bir aşık değildi, aktörüydü, temizsiz aktör. Hası kendi giderdi ve kendi dilinden danışardı. Lehçesinden danışardı. Hasın ağını başlasa da o hemen formu yükseldi. Kerem olardı. Bir okuyanda fikir verirden bir Kerem'i o durnalar okuyor Kerem'i. Bəli. Orada Türk değil anasını sattığım işte diyor yarşaksız ekmeği yeyler mi? Onda diğer bana yani bir yarşak tapın getirin. Ben de bir nefer orada kaldırıp diyor ki paşam sağ olsun diye. Bir hapishanede bir oğlan var bilmeli neslidir. Dergahlara ot yandırır. Olan anasını sattığım yarşağı da tutarlar. Orada hemen turnalar okuyor. Ki bu değil ki işte olan anasını sattım. Görürsen mi? Turna da aşığa kulak asar. Orada Hüseyin Allah rahmet eylesin. O keşiş köpeği dedi ki niye bunu okusun göreyim. Ondan sonra kızı veririm. Evet. Ondan sonra
Hemen durumlarında okur, özde yanlış kəlmə. İndi oxuyanda fikir verir. Gör hancaq oxuyur. Hər dağladır. Doğrudan. Bəli. Elə bilirsən ki, elə Kərəm özüdür, alışıb yanır. Mən inan Allaha nə qədər onun yanında qaldım da. Mən nə qədər onun yanında qaldım. Hələ elə Kərəm oxuduğunu mən görməmişdim. İnan ağlamışam mən. Həmən Kərəmiyə. Allah rəhmət eləsin. Ustad, dərin ustad idi. Dastançı idi. İkinci bir dastançı nə yaranıb, təzdən bir də yaranmayacaq. O 100 ildən beri olar olmaz. Bizə bu yaranmışdı. Bu çönədən çox möhkəm idi. Çənədən çox. Elə bir aşıq yoxdur. Mən indi bu sonra burada demirəm istəmək. Ayrı görəydim. Vəbşi elə həqiqi onun kimi ustad yox idi. Allah rəhmət eləsin. O şagirdlərinə indi mən Meşkli Gölağı'nda toy etmiştim. Yanımda da Qaraz'dan bir oğlan var idi. Beni uşaqlar oraya etmiştim. Dediler ki bizim toyumuz çok kaçır. Sen falan diyecek. Meşkli Gölağı'nda. Gittik. Orada bir zaman oğlan geldi. Başta orada oturdu. Ne bileyim şimdi her ne baktım bunu tamada seçtiler. Hele yok tamada seçilmiyor. Farklı bir beşlik koydu. Bir hava okuyun dedi. Bu harda çetin havalar var bunu değil. Şimdi ben okuyorum bu zeyib okuyor. Bu oranın ehsesiyle okuyor. Ben ama ikisini yoluyla okuyorum. Hə, sizlə oxuyan yaxşı. Benle okuyorum. Bak İbrahim'i, ondan sonra Sultan'ı, Behman'ı, Hicran'ı, yani ki ne ki ağır havalar var, heresinde de okumadım, bacarmadım, zeli bir beşlik oldu. Ben hesap elədim, o oğlan 500 manat, 50 manat temiz pul verdi. Bir başlayıcı o konusunda. Sonra dedi, kardeş hardansan? Dedim ki, ben Saraç'tanım. Emmə kurban olum dedi. Bir yamuş. Dedi, emmə kurban olum, emmin şagirdisən. Saraçlı, uğralısan mı dedim ben. Kalk yüzümden üstü, halal olsun dedi sana. Halal olsun dedi sana. Ona dedi sen kararsın, sen o tarafı okuyamadın. Sonra bu yaxşı, dedi ben onun kardeşi oğluyam. Süründüğüm rəhmətlik dedi ki, benim Ayvaz adında, Qara Ayvaz deyirlər orada, Qara Ayvaz adında benim bir yaşlı dostum. Qardaşlığı olub, bəli. Bir kardeşlik olub. Ve o da rəhmətlik Sarvan Bayramı'ndan görüşməyib. Ona da bir töhmətli söz deyib. Təzdən Söyün deyir ki, günah məndədir. Onda günah yoktur. Ben gerek değilim ki bu da falan kessin. Diyemem, demeyeyim. O ustad da Ali rəhmət eləsin. O da çok derin ustad olur. Çok. Kör oğluya barabar adam olur. Bəli. Allah rəhmət eləsin. Buyur. Onun şəklini görəsən görürsünüzmü heç o Görmüşəm. Sarvan Bayramı şəklini? Söyün da var idi. Ay sağ ol, onun şəklini axtarıram. İndi bu nəvələri götürüb Məşədi Söyünün şəkilli ki bu Sarvan Bayramıdır. Mən dedim yox bu Məşədi Söyündür, Sarvan Bayramı deyil. Yok Sarvan Bayram. Sarvan Bayram bak belə bığılı Köroğluya kimi Köroğlu korumasında adam olur. Allah rəhmət eləsin. Oldu Sabirəm, çox sağ olun. Sizi əziyyət verdik. Yox, hər şey nəziyyəsi var. Allah razı olsun sizə. Çox təşəkkür edirik. Var olasın. Ustadlara sana da can sağlığı. Sen bu işin dalındasan. Sana Allah uzun ömür, istediğin kadar yaxşı xoş həyəti versin. Çox sağ olun Sabirəm, təşəkkür edirəm sizə. Sən aşıqların, elə bil mən, vallahi, qardaşımdan da yox, oğlumdan da artıq istəyirəm. Allah canınız sağ olasın. Vergili Şair Hüseynlə, bax məsələ üçün Hüseyn Saraçlı yazır ki, 1934-cü ilin mart ayının 16-sında Adın axşamda 4-cü gündür. Şair Hüseynlə Ağacan değişdilər Sarvanda. Mən də Şair Hüseynə saz tuturdum. Amma sonra o değişməni mən oxumadım. Çünki həm Ağacan ustadımın ustadı olub, həm də sonradan Ağacana mən də saz tutdum. Oxuyub yaymadım. O şeiri də sağ olun, o değişməni də siz verdiniz mənə. Birinci vermək istəmədiniz, sonra verdiniz. Yok, sonra sen hakikaten de geçemedin özde. Sen bu işin de Allah şükür sen ikinci bir adam var mı senin? Allah canını sağ olasın. Təşəkkür edirəm Sabirəm. Sağ ol.